boşandıram, lakin ev anamın adındadır. Bu zaman ev boşanan zaman kimin adına qalır? Bu məsələ biraz fərqli bir məsələdir. Mən burada ilk öncə düşünürəm ki, ailə münasibətlərinin məntiqinə baxmaq lazımdır. Ailə məcəlləsi nə edir? Nikah tərəflərin könüllü ittifaqına əsaslanan birlikdir. Yəni bu izdivacda tərəflər könüllülüyünə əsaslanır və ortada bir tərəflərin bir-birinə qarşı müəyyən bir məhəbbət hissləri olur, belə deyək. Amma reallıqda bu məhəbbət hisslərindən öncə əmlak məsələləri daha üstün istəyə sahib olur və bu belə hallarda çox vaxt deməzdim, müəyyən hallarda istər oğlan tərəf, istər qız tərəf övladlarının adına olan əmlakları övladlarının atasının, anasının adına keçirilir. Və çox vaxt da bunu oğlan tərəfi eləyir və sonradan belə deyək, boşanma prosesi olduqda evin nikahda tərəflər ər və arvad adlanır qanunvericiliyə əsasən. Yəni bunu əvvəlcədən deyim, sonra bu sözlərdən istifadəyə görə də anlaşılmazlıq yaranmasın. Arvad tərəfi iddia irəli sürdükdə məhkəməyə ər tərəfindən həmin əmlakın ananın və ya atanın adına olması da dair iddia cavab verilir. Bu kimi hallarda düzdür. Qanunvericilikdə həmin arvadın o evə əmlak iddia hüququ var, amma əmlak hüququ yaranmır. Buna görə də əvvəlcədən evlənməmişdən qabaq mülkiyyət hüquqlarında dəqiqləşdirmə aparmaq tövsiyə olunur.